istənilən bir cütlük cinsi əlaqə zamanı özlərində narahatlıq hiss edirlərsə, həmin şəxsin həmin an müəyyən dərman preparatlardan istifadə etməsi ilə əlaqədar baş verir. Cinsi əlaqənin normal baş verilməsi üçün sinir psixoloji durumu və fiziki durumunun sağlam olması ilə çox asılıdır və sonda bu cütlüklərin ayrılmasına qədər gətirib çıxara bilər. Cinsi əlaqədən sonra çox vaxt bizim bəzi pasientlərdə ağrı, diskomfort, narahatçılıq kimi şikayətlər ortaya çıxır. Bunları araşdırdıqda biz görürük ki, burada səbəb müxtəlifdir. Ya xroniki hər hansı bir xəstəliyin fəsadı kimi bu ortaya çıxır, ya da ki, həmin şəxsin həmin an müəyyən dərman preparatlardan istifadə etməsi ilə əlaqədar baş verir, ya da ki, böbrək sistemində olan bir narahatçılıq buna gətirib çıxara bilər. Bu nöqteyi nəzərdən ümumiyyətlə sidik cinsiyyət sistemində olan hər hansı bir siqnal ilk növbədə bu sidiyə çıxan vaxt və yaxud da ki, cinsi əlaqə zamanı özünü göstərir. Məhz bunu nəzərə alaraq istənilən bir cütlük cinsi əlaqə zamanı özlərində narahatlıq hiss edirlərsə, bunun üstünə düşməlidirlər. Bu ağrı ola bilər, bu sidik kanalına hər hansı bir ifrazatın gəlməsi ola bilər, bu hər hansı bir, belə deyək, diskomfort ola bilər ki, onlar bundan bir-birindən məmnun deyirlər və s. və ilaxır. Səbəb çox ola bilər. Digər mühüm cəhətlərdən biri isə bir şəxsin cinsi əlaqəyə girməsi ilə digərinin arasında olan bir münaqişə və yaxud da ki, bunlardan biri istəyir, digəri istəmir. Bu dediklərimin hər biri cinsi əlaqənin prosesini poza bilər və nəticədə bu şəxslər arasında müəyyən narazılıqlar da yarana bilər. Cinsi əlaqənin normal baş verilməsi üçün hər iki şəxsin normal fiziki durumda olmağı, həm də sinir psixoloji durumun normal olması çox önəmlidir. Əks təqdirdə bu problem olur və hər iki tərəf bundan narazı qalır və sonda bu cütlüklərin ayrılmasına qədər gətirib çıxara bilər. Buna görə cinsi əlaqənin normal, harmonik olması üçün bu cinsi əlaqəyə girən şəxslərin, partnyorlarının sinir psixoloji durumu və fiziki durumunun sağlam olması ilə çox asılıdır.